Vətən müharibəsində iştirak edən 82 hərbiçimiz Prezident İlham Əliyevin sərəncamına əsasən Vətən müharibəsi qəhrəmanı adına layiq görülüb. Vətən müharibəsi qəhrəmanı adı alan igidlərimizin tam siyahısını təqdim edirik. Sərhəd qoşunları general-leytenant İlham Mehdiyev Xudafərin körpüsünün və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman qəhrəmanlıq nümunəsi göstərib. Xüsusi təyinatlı qüvvələr general-leytenant Hikmət Mirzəyev Murov zirvəsi, Cəbrayıl, Füzuli, Qubadlı və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman qəhrəmanlıq göstərib. Hərbi hava qüvvələri general-mayor Namiq İslamzadə Hadrut qəsəbəsi və Füzuli şəhər istiqamətində gedən döyüşlər zamanı Su-25 hücum təyyarəsində qəhrəmanlıq göstərib. Xüsusi təyinatlı qüvvələr general-mayor Zaur Məmmədov, Cəbrayıl, Füzuli və Şuşa şəhərlərinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Xüsusi təyinatlı qüvvələr general-mayor Ələkbər Cahangirov, Cəbrayıl, Füzuli və Şuşa şəhərlərinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Sərhəd qoşunları polkovnik Babək Ələkbərov Xudafərin körpüsü və Zəngilan şəhərinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Quru qoşunları polkovniki Telman Hüseynov, Cəbrayıl, Füzuli və Qubadlı şəhərlərinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Quru qoşunları polkovnik Raqif İsrailov, Cəbrayıl, Füzuli, Zəngilan və Şuşa şəhərlərinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Sərhəd qoşunları polkovnik Babək Qurbanov, Xudafərin körpüsü və Zəngilan şəhərinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Quru qoşunları polkovnik Nizami Mövlanov, Cəbrayıl, Füzuli, Şuşa şəhərlərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Quru qoşunları polkovnik Nizami Mövlanov, Cəbrayıl, Füzuli, Şuşa şəhərlərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Hərbi hava qüvvələri polkovnik Zaur Nudir Əliyev Füzuli və Cəbrayıl şəhərləri istiqamətində gedən döyüşlər zamanı Su-25 hücum təyyarəsində qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. Sərhəd qoşunları polkovnik Vüsal Sultanov Xudafərin körpüsünün azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Daxili qoşunlar polkovnik Zəfər Yusibov Murov zirvəsinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Xüsusi təyinatlı qüvvələr polkovnik Zaur Zeynalov Murov zirvəsinin, Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Hərbi dəniz qüvvələri 1-ci dərəcəli kapitan Zaur Quliyev Cəbrayıl, Füzuli və Qubadlı şəhərlərinin Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman qəhrəmanlıq göstərib. Quru qoşunları polkovnik leytenant Əfqan Abdurrahmanov Suqovşan qəsəbəsinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib və şəhid olub. Quru qoşunları polkovnik leytenant Səxavət Baxışov Suqovşan qəsəbəsinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Xüsusi təyinatlı qüvvələr polkovnik leytenant Ceyhun Camalov Cəbrayıl, Füzuli və Şuşa şəhərlərinin azad edilməsi uğrunda döyüşlər zamanı qəhrəmanlıq göstərib. Xüsusi təyinatlı qüvvələr polkovnik leytenant Ramiz Cəfərov Cəbrayıl, Füzuli və Şuşa şəhərlərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib və şəhid olub. Quru qoşunları polkovnik leytenant Orxan Əkbərov Füzuli şəhərinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Xüsusi təyinatlı qüvvələr polkovnik leytenant Anar Əliyev Xocavənd rayonunun Tuğ qəsəbəsinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib və şəhid olub. Xüsusi təyinatlı qüvvələr polkovnik leytenant Xaliq İbrahimov Cəbrayıl, Füzuli və Qubadlı şəhərlərinin Hadrut qəsəbəsinin azad edilməsi uğruna gedən döyüşləri idarə edən zaman qəhrəmanlıq göstərib. Daxili qoşunlar polkovnik leytenant Füzuli İmrəliyev Cəbrayıl, Füzuli və Şuşa şəhərlərinin azad edilməsi uğruna gedən döyüşləri idarə edən zaman qəhrəmanlıq göstərib. Quru qoşunları polkovnik leytenant Faiq Qasımov Füzuli şəhərinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib və şəhid olub. Hərbi hava qüvvələri polkovnik leytenant Ramiz Qasımov Suqovşan qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı Mi-17 hücum vertolyotu ilə qəhrəmanlıq göstərib və şəhid olub. Hərbi hava qüvvələri polkovnik leytenant Elnur Gebedov dinc əhalinin yaşadığı şəhər və rayonlarda xüsusilə Mingəçevir istiqamətində erməni təxribatının qarşısını alan zaman qəhrəmanlıq göstərib. Xüsusi təyinatlı qüvvələr polkovnik leytenant Anar Mirzəyev Xocavənd və Şuşa şəhərlərinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Hərbi hava qüvvələri polkovnik leytenant Rəşad Nadirov Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Quru qoşunları mayor Vüqar Ağayev Qubadlı şəhərinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib və şəhid olub.
Quru qoşunları mayor Mirdamət Bağıyev Suqovuşan qəsəbəsinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. Quru qoşunları mayor Elbrus Bayramov Füzuli şəhərinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib və şəhid olub. Quru qoşunları mayor Amid Heydərov Cəbrayıl rayonunun azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib və şəhid olub. Xüsusi təyinatlı qüvvələr mayor Salih Həsənov Murov zirvəsi, həmçinin Cəbrayıl, Füzuli, Şuşa şəhərlərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğruna gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Sərhəd qoşunları mayor Şahin Hüseyn Quliyev Füzuli və Şuşa şəhərlərinin Hadrut qəsəbəsinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Mayor Zahir Hüseynov Cəbrayıl və Şuşa şəhərlərinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Daxili qoşunları mayor Şamil Qaflanov Cəbrayıl və Füzuli şəhərlərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. Quru qoşunları mayor Anar Qasımov Murov zirvəsinin, həmçinin Cəbrayıl, Füzuli və Şuşa şəhərlərinin Hadrut qəsəbəsinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Sərhəd qoşunları mayor Röyol Quliyev Xudafərin körpüsünün və Zəngilan şəhərinin azad edilməsi uğruna gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. Hərbi hava qüvvələri mayor Səfər Qurbanov Füzuli və Cəbrayıl şəhərləri istiqamətinə gedən döyüşlər zamanı qəhrəmanlıq göstərib. Quru qoşunları mayor Elçin Mansurov, sərhəd qoşunları mayor Anar Məmmədov, xüsusi təyinatlı qüvvələr mayor İlqar Orucov, xüsusi təyinatlı qüvvələr mayor Gündüz Səfərli, xüsusi təyinatlı qüvvələr mayor Elnur Şirinov, xüsusi təyinatlı qüvvələr mayor Anar Şükürov, xüsusi təyinatlı qüvvələr kapitan Rəşad Abdullayev, xüsusi təyinatlı qüvvələr kapitan Nihat Babayev, xüsusi təyinatlı qüvvələr kapitan Qəzənfər Bağırlı, daxili qoşunlar kapitan Nicat Bədəlov, xüsusi təyinatlı qüvvələr kapitan Fərid Əliyev, xüsusi təyinatlı qüvvələr kapitan Ceyhun Həsənov, quru qoşunları kapitan Ramazan Hudulov, hərbi hava qüvvələri kapitan Rəşad Qasımlı, quru qoşunları kapitan Cavid Mahmudov, xüsusi təyinatlı qüvvələr Veysəl Musibov, quru qoşunları kapitan Surxay Noçuyev, xüsusi təyinatlı qüvvələr kapitan İsmail Səmədov, xüsusi təyinatlı qüvvələr kapitan Renat Şıxnəbiyev, xüsusi təyinatlı qüvvələr baş leytenant Qəzənfər Ağayev, xüsusi təyinatlı qüvvələr baş leytenant İzzət Balacayev, xüsusi təyinatlı qüvvələr baş leytenant Cavid Behbudov, xüsusi təyinatlı qüvvələr baş leytenant Valeh Bədəlov, quru qoşunları baş leytenant Azad Hümbətov, xüsusi təyinatlı qüvvələr baş leytenant Adil İbrahimov, sərhəd qoşunları baş gizir Şahin Allahyarov, xüsusi təyinatlı qüvvələr baş gizir Sübhan Cəbrailov, xüsusi təyinatlı qüvvələr baş gizir Yaşar Hüseynov, xüsusi təyinatlı qüvvələr baş gizir Camal İsmailov, xüsusi təyinatlı qüvvələr baş gizir Mehrab Niftəliyev, sərhəd qoşunları baş gizir Azər Yusifli, xüsusi təyinatlı qüvvələr gizir İntiqam Əskərli, xüsusi təyinatlı qüvvələr gizir Elyar Vəliyev, xüsusi təyinatlı qüvvələr kiçik gizir Orxan Cabbarov, xüsusi təyinatlı qüvvələr kiçik gizir Yaşar Əhmədov, xüsusi təyinatlı qüvvələr kiçik gizir Əli Hüseynov, sərhəd qoşunları kiçik gizir Nail İbrahimli, sərhəd qoşunları kiçik gizir Amin Novruzov, hərbi dəniz qüvvələri kiçik Misman Fəqal Zalov, quru qoşunları əskər Azər Abdullazadə, quru qoşunları əskər Murad Əflətov, quru qoşunları əskər Vüsal Yaqubov.